Müəllimlər, cədvəldə necə ki, belə deyək də, proqramın içərisinə cədvəl qurmaq lazımdır, təqvimi necə ayarlamaq lazımdır, bunu video şəklində göstərirəm sizə. Çox rahat bir şeydir, çox asan bir şeydir. Hər kəs öz cədvəlini, dərs dediyi siniflərin cədvəlini, sinifinin cədvəlini yox, sadəcə dərs dediyi dərslərin cədvəlini istədiyi kimi qura bilər. Məsələn, deyək ki, daxil oluruq təqvimə. Təqvimə daxil olduqdan sonra yuxarıda ayın tarixləri var. Ayın 18-ni seçirik ki, ayın 18-dən başlayacaqdır bizim onlayn dərslərimiz. Ayın 18-i seçəndən sonra burada aşağıda gördüyümüz üstəgəl işarəsi var. Üstəgəl işarəsinə daxil olduqdan sonra yuxarı hissədə sinifimizin adını yazırıq. Məsələn, 9B Azərbaycan dili. Daha sonra Azərbaycan dili yazdıqdan sonra aşağıda vaxtını təyin edirik. Tarixi yox, saatı təyin edirik. Saat olaraq 9:40-da mənim 3-cü saat dərsim başlayacaq. 9:40-da başlayırıq. Buradan da ayarlayırıq. 10 25. 25-i seçirik. 9:40-da dərsim başlayır, 10:25-də dərsim bitir. Bu formada eləyirik. Əgər ki, bizdə bir həftəlikdir də, daimi olsaydı, burada yeniləmə var ki, məsələn, hər gün, həftənin hər günü, hər həftə, hər ay, bunu buradan seçərək təkrarlaya bilirik. Bundan başqa, bunu istədiyiniz bir kanalda paylaşa da bilərsiniz. Kanalın adını da yaza bilirik, ora üzvləri tək-tək əlavə də eləyə bilirik. Məndə indi hal-hazırda 5B sinifi göstərir. İndi məktəbdə hər sinifə daxil edildikdən sonra burada istədiyimiz kanalı seçə bilirik. Burada Azərbaycan dili 5B sinifidir və digər kanalları seçib oradan əlavə eləyə bilirik. Bu formada bunu da eləyəndən sonra yuxarıda təsdiqləyirik və artıq ayın 18-i 9:40-da 9B sinifində Azərbaycan dili dərsinin cədvəli hazırdır.